super bir sual verim. Səncə PO-nun rəqəmsal məhsullarda daha effektiv olduğu mifi doğrudur yoxsa yox? Bilirsiniz, rəqəmsal məhsulları PO-suz da eləyənlər var da bu günlər. Yes, mən razıyam səndən. Bunu rəqəmsal məhsul PO-suz da eləyənlər var. Baxır məhsul nədir? Yəni misal üçün də mən rəqəmsal məhsullarda PO-nu daha çox görürəm. Amma atıram da hansısa bir bizim tarla misal üçün turş istehsal edir də. Produktı verir və çıxır gedir. Onun bir brend meneceri var. Amma orada bir PO yanaşması və yaxud əcəl yanaşması yoxdur. Bu tətbiq oluna bilərmidir, yoxsa bunun təcrübəsi varmı, yoxsa yoxdur? Bilirsiniz, ümumiyyətlə misal üçün bunu tətbiq edə biləcəyiniz ən çətin yerlərdən biri yəqin ki, elə HR-dır. Ağırlı yerim. Yəni onu misal üçün belə götürsək, yəni orada belə bunu tətbiq eləmək mümkündür. Amma yenə deyirəm, gəlirik mövzunun əvvəlinə, biz nə eləmək istəyirik əcəldən? Yəni yekun nəticədir. Yəni vacib deyil, sən onu götürəsən, tamamilə bütün konsepti end-to-end orada tətbiq eləyəsən. Hə o konseptdə nə isə belə deyək də çox da framework-a zərər vermədən dəyişə bilərsən, öz uyğunlaşdıra bilərsən, amma əsas ki, sənin məqsəd və xidmət eləsən. Sabahları o sadəcə müdür deyib orada olmasın, həqiqətən orada olması, olmalı olduğu üçün olsun.